Bugün üzeri xırçıltılı, içerisi ise yumuşaq olan kəsmikli piroq hazırladım. Resepti və hazırlanma qaydasında sizinlə bölüşmək istəyirəm. Qaba 400 qram yağsız, şirin olmayan kəsmik əlavə elədim. Üzərinə bir ədəd tam yetişmiş banan. Bu zövqə görə də əlavə etməyə də bilərsiniz. Mən evdə vardı deyə əlavə elədim. Banan əlavə eləyirəm. Üzərinə 2 ədəd yumurta tökürəm. Bundan sonra 1 paçka vanil və 1 paçka kabartmanın yarısını, hətta yarısından da az olan hissəsini əlavə edirəm. Üzərinə 1 çay qaşığı qarğıdalı nişastası və 1 çay qaşığı da un əlavə edirəm və daha sonra 1 stəkan şəkər tozu əlavə edib yaxşıca blenderla qarışdırıram. Məhlul eyni cinsli maye halına gəlməlidir. Hazırladığımız məhlul videoda göründüyü kimi olmalıdır. Qatılığı bu formada olmalıdır. Keçirik ikinci hissəyə. Qaba deməli 1 stəkan şəkər tozu əlavə edib işə başlayıram. Üzərinə 150 qram otaq temperaturunda olan kərə yağı əlavə elədim. 1 paçka qabartma tozu əlavə elədim və 1 paçka da vanil əlavə elədim. Bunları yaxşıca bir-birinə qarışdırdım. Üzərinə 2 stəkan və bir də 2 xörək qaşığı qədər un əlavə elədim. Videoda həmən o 2 xörək qaşığı olan hissə düşməyib. Bunları yaxşıca bir-birinə qarışdırdım əvvəlcə belə, ondan sonra da əllə yoğurmağa keçdim. Bu formada, yəni ovuntu halında olmalıdır. Bundan sonra bu ovuntu olan hissədən bir qədər götürürük. Biz bunu, yəni hazırlayacağımız piroqun üzəri üçün götürürük. Bunu bir qaba töküb kənara qoyuruq. Ondan sonra bunun üzərinə bir ədəd yumurta əlavə edib bunu xəmir halına gətiririk. Yəni yumuşaq, yağlı xəmir deyilən həmən o xəmir alınacaq. Burada gördüyünüz kimi, yəni əlim filan hər yer bulaşıb, çünki çox yağlıdır və çox yumuşaqdır. Artıq dözə bilməyib unla yoğurmağa keçdim. Budur, xəmir hazırdır. Belə çox yumuşaq xəmir alınır. Bundan sonra keçirik, bunu tavada yayırıq. Boş tavaya qətiyyən qoymayın, yağlı kağızın üzərinə qoyun. Bu formada yayın və vilkalayın mənim kimi. Ondan sonra üzərinə hazırladığımız birinci etapda olan məhlulu tökürük. Bunu yaxşıca yayırıq. Üzərinə götürdüyümüz həmən o ovuntudan bərabər miqdarda çalışırıq ki, bölüşdürək və bunu səpişdiririk bunun üzərinə. Ondan sonra hardasa 200, 180, 200 dərəcə temperaturda qoyuruq bunu bişməyə. Budur, bişirmişəm, artıq hazırdır. Çox gözəl alınıb, içərisi yumuşaq, üzəri isə xırçıltılıdır. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.